bir hərb elan olub, sosial. Qəlblər zəhərləndirilir, düşüncələr zəhərləndirilir, görmə və baxış və eşitmə zəhərləndirilir. Uşaqların girdiyi baxdığı şeylər nədir? Gündə nə qədər çox mırt dinləyərsə, mırt baxarsa, gülərsə, qahqaha eləyərsə, o uşaq özünə sayılır, trend sayır. Məhv eləyirlər bizim uşaqlarımızı. Bizim uşaqlar Qur'an bilmirlər, oxumurlar, həzz almırlar. Subhanallah. 30 il bundan qabaqki uşaqlar başqaydı. Həmin uşaqlar budur, tanış olun. Artıq başları, saçları ağarmış sizin atalarınızdır. Və sizdən nə qalacaq bizə? Biz elə edik, bizdən nəsə qaldı indiyə. İndiki halımızdan da biz Allah'a şikayət edik, Allah bizə rəhm eləsin. Halımız bərbad. 30 il bundan qabaqki imandan bir şey qalıb. 30%, 15%. Və siz indi belə başlamısınız, təməl belə qoyub. Sizdən nə qalacaq? Biz qorxuruq ki, biz başımızı qoyandan sonra namazı tərk edəcəksiniz əsla. Biz qorxuruq ki, biz gedəndən sonra bizim arxamızca rəhmət duaları göndərən qalmayacaq. Allahın lütfu ilə, elhamdülillah, elə gecəm, elə gündüzüm yoxdur ki, anama, atama rəhmət oxumayım. İkisi də dünyasını dəyişib. Allah rəhm eləsin. Elə bir gecəm, elə gündüzüm yoxdur. 5 namazımda yox. Gecə və gündüz namazlarım içində mən atama, anama rəhmət oxuyuram. Və deyirəm, ya Rab, görəsən mənə də oxuyacaqlarmı? Çünki arxamda elə bir zəif bir zürriyyət bıraxıram ki, çox dəyişilib. Və ayətə qaydaq. ثُمَّ أَوْرَثْنَا الْكِتَابَ الَّذِينَ اصْطَفَيْنَا مِنْ عِبَادِنَا. Sonra biz qullarımızdan seçib, ucaltdığımız, yüksəltdiyimiz kəslərə istafayna bu kitabı varis etdik. Bu kitab bizə mirasdır, başa düşün, əmanətdir. Bunun qədrini bilmək lazımdır.